Muaviyə İbn Əbi Sufyan müsəlmanların xilafət kürsüsünə huzur və hiylə hesabına əyləşərək xəlifəlik edir və Həsən İbn Əli həzrətləri ilə bağladığı əhdnamənin heç bir bəndinə əməl etmirdi. Sülalə hakimiyyətinin olmaması, habelə imamla dostlarının canlarını qorumaq əhdnamənin iki əsas şərti idi. Muaviyə, Əbu Süfyan ailəsinin arzuladığı padişahlığa çatmaq istiqamətində oğlu Yezidin gələcək hakimiyyəti üçün şərait yaratmağa çalışır və bu məqsədə çatmaq yolunda İmam Həsəni ən böyük maneə hesab edirdi. Buna görə də onu aradan götürmək üçün münasib bir fürsət gözləyirdi. Tarixi mənbələrə görə, nəhayət Muaviyə hiylə işlədərək imamın həyat yoldaşı Cadə vasitəsilə onu zəhərləyə bildi. Muxtar Səqəfi, ağılla ürəyin ciddi mübarizəsi şəraitində qılıncını qınından çıxarmadı və Kufənin ətrafında olan Ləfəqa adlı bir qəsəbədə əkinçiliklə məşğul olmağa başladı. Ləfəqa qəsəbəsi, Hicri qəməri tarixi ilə 60-cı il. Muhtar! Oyan Muhtar! Bu kabuslar nə vaxt səndən əl çəkəcək Muhtar? Ürəyim yanır Ömrə. Bir qurtum su ver. Estağfurullah, estağfurullah. Telinə and olsun ki, eşitməmişəm. Mən hardan bilim ki, dayçanın ayağını bağlayanda yeriməyi öyrənir? Çünki atbaz deyilsən Zərbi, mehtərlik eləməmsən. Zərbi qurban olsun ağasına. Ağa, deyərsən biz də öyrənərik.
Əl-ayağını bağladıqdan sonra gəzməyə apardıqda adət eləyir. Dəvə quşu kimi loq-loq eləməsə səni götürüb gəzdirməz. Anam Adyan özünü həlak eləyəcək. Hazırdır. Ha! 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 Başa düşdün də Zərbi? Bəli ağa. Sol əli, sağ ələ. Sağ ayağı sol ayağa. Qayış da çox uzun ya qısa olmamalıdır. Həmişə eyni qaydada bağlanmalıdır. Oo. Ha, gözəldir. Gör necə oynayır. He, ha, horo, horo. Çapmaq necə də xoşuna gəlir. Zərbi, bundan sonra onu düldül deyə səsləyərsən. Düldül? Hə, ərəblərin cəngavəri əlinin atının adıdır. Necə də gözəl addır. Düldül. Gəl tut. Hər gün onunla məşq eləyərsən. Afərin sənə. Afərin. Sevincimin həddi hududu yoxdur. Hey! Qorxutma, yarın vəhşi olmasını istəyirəm. Hey! Hey! Əla! Hey! Hey! Bax belə! Muxtar, dindirən olmasa gününü bu ata həsr eləyərsən. Düldül at deyil Ümrə. Əjdahadır. Bir bax. Bugünə qədər düşünürdüm ki, səni yalnız qılıncın məndən ayıra bilər. Amma bugün Ümrənin digər rəqibi ilə də tanış oldum. Sənin rəqibin Ümmü Sabitdir. At və qılınçsız muxtar muxtar deyil. Müqavvadır. Ged əlizinə su vur. Paltarını dəyiş. Bugün qonaq gələcəyini unutmamısan ki. Zərbi, düldülü möhkəm tut. Qoy bütün əli düşmənləri kör və lal olsunlar. Gəl cavan. Bunu da sən qoluna bağla. Özün bilirsən ki, Kuf əhlinin it gözü var. Bilirəm hansı it gözlü və pis niyyətin qorxusundan mənimlə düldülün qayğısına qalırsan. Ömər Sədlə Nəcis arasında əsla fərq yoxdur. And olsun Allaha ağa, xanımdan Ömər Sədin qonaq gələcəyini eşidəndə ən azından 10 dəfə Ər-Rəhman surəsini oxumuşam. O cür pis niyyətlidən Allaha pənah aparıram. Kaş elə bir iş görə biləydin ki, onunla qarşılaşmayaydım. Allah şahiddir ki, bu qeyrətsizin qanına necə susamışam. Əmican yardım. Ciğerim yanır Əmican. Get Allah'ına şükür elə. Şükür elə ki dilinin düğünü açıldı.
Əli adı səni xilas elədi. Getmə Əmican. Mənə bir qurtum su ver. Bu suyun sahibi var Muxtar. Mənim deyil. Sahibi kimdir? Əli oğlu Müçtəba. Onu düşmənlər zəhərləyib. Bu su onun tikə-tikə olmuş ciyərlərinin dərmanıdır. Əmican. Mənim də ciyərim yanır. Bu sudan mənə də bir qurtum ver. Həsən bir söz deməz. Həsəni köməyə çağır. Səndən razı olsa, köməyin əsirgəməz. Mən utanıram. Həsəndən xəcalət çəkirəm. Kimdən danışırdın Muxtar? Suda öz bənzərim ilə. Kabuslarımı mənə izah eləyirdi. Sinəm od tutub yanır ümrə. Əgər ürəyim çölə sıçrayıb çıxsa aləmi yandırar. Kaş gecəki qonaqlığa razı olmayaydım. Cariyənin göz yaşından qorxdum Muxtar. Ürəyini sındıracağından qorxdum. Bilirsən məndən nə xahiş elədi? Bu qonaqlıq bir hilədir. Allah bilir Sədin oğlu bu dəfə nə qurğu qurub. Barışmaq istəsəydilər Ümriyə yox, Ümmü Sabitə deyərdilər. Qəlbi qara olma Muxtar. Nə qurma, nə hilə. Bizim evlənməyimizi bəhanə eləyərək bacın səndən barışmağa və incilikləri aradan qaldırmağa çalışır. Kaş xahişini yerə salmağı bacaraydım. Bacın cariyə elə buna görə Ümrəni seçib. Çünki Muxtarın Ümrə qarşısında quzu kimi lal dinməz olduğundan xəbərdardır. Muxtar Kufə rəhbərinin qızı qarşısında təzim eləməyə borcludur. Deməli Ümrənin sözü atası Kufə hakimi olduğu üçün keçərlidir? Yox xanım. Kufə hakimi bəhanədir. Söhbət eşqdən gedir. Ömər, bəsdir, bığlarınla bu qədər oynama. İstəyirsən ki, Muxtar onlara od vursun? Adəti tərk eləmək xəstəlik gətirər. Haqlısan. Özümüzü qəm-qüssəli göstərməliyik. Bığları oynatmaqsa, kimsə qarşıma çıxa bilərmi deməkdir. Unutma ki, özünü qəm-qüssəli göstərməlisən. Belə necədir? Bəs belə necə? Bizim məqsədimiz yalnız Allahın razılığını əldə eləmək və cəhənnəmdən xilas olmağımızı istəməyimizdir.
Xoş gördük ey Ömər ibn Səd. Muhtar. Muhtar. Kardeşim. Hoş gelip sefa getirmişsen cariyecem. Xoş gününüzə gələk Ümrəcan. Sözümü yerə salmadığın üçün minnətdaram. Mütləq əvəzini çıxaram. Bir bacı kimi halallığa gəlmişəm. Haqqını halal elə, qardaş. Bacın cariyə ölsün, elə bil saqqalına da dən düşüb. Bizi yad etdiyinə görə məmnunam. Ümre Hanım, siz necəsiz? Çok sağ olun şeyh, yaxşıyam. Ləfaqa beşdi xoşunuza gəlir? Başımı toyuq cücelərlə qarışdırıram. Həvva nənəmizin behişdə səbri çatmadığını və Adəm babamızın yanında oturaraq onun dünya cəhənnəminə sürgün olunmasına səbəb olduğunu eşitmisənmi? Və sənin bizim muhtar aldadıb Küfə cəhənnəminə sürgün eləmək fikrin yoxdur? Bu dəfə məsələ əksinədir şeyh. Adəm baba Həva nənənin yanında əyləşərək onu Küfə cəhənnəmindən Ləfəqa behiştinə sürgün etmişdi. Doğrudan da Nüman İbn Bəşir kimi əmir sənə yaxşı tərbiyə verib. Halal olsun bu düşüncə və hazır cavablığa. Muhtar Küfə cəhənnəmindən qaçmaqla düzgün iş gördü. Ləfaqa behişti hər ikinizə layiqdir. Eş işrətiniz əbədi olsun. Amin! Amin ya Rabbel alemin! Qeyril məğzubi aleyhin və ləzzalin. Bismillahirrahmanirrahim. Kul hüvəllahu əhəd. Allahu samed. Saxta belə zalinlər vursun səni. Saxta belə zalinlər. Neyinirsən qız? Heç elə belə. Keyfsiz görünürsən cariyə. Qibdə eləyirəm. Sənə və sənin bəxtinə. Sən Küfənin ən xoşbəxt qadınlarındansan. Gözlərimdə bədnəzər var Ümrə, özün üçün üzəri yandır. Bilirsən ki, paxıl heç vaxt artmaz. Sən mənim nəyimə paxıllıq eləyirsən ki, cariyə? Hər şeyinə. Ərinə, atana, evinə, mülkünə. Sənə hər şeyin yaxşısı qismət olub Ümrə. Hətta günü də? Yox Ümrəcan. Ümmü Sabit kimi gününü Allah çöl canavarına da qismət eləməsin. Qurban olum Ümrə. Məbadə Ümmü Sabit bizim bura gəlməyimizdən xəbər tutsun. Əgər bilsə günümü göy əskiyə bükəcək. Belə qorxursansa, niyə gəlmisən? Sən Ümmü Sabitin günüsüsən, mənimki günüm deyilsən. Hər halda səni Ümmü Sabit tərbiyə eləyib. Səni o böyüdüb. Səni o ərə verib. Deməli sənə ana sayılır. Mən də həmişə ona bir ana kimi hörmət eləmişəm. Amma Ömərin arvadı olan gündən bizim aramızdakı hörmət itdi. Heç indiyə qədər də düzəlməyib. Niyə? Nə bilim. Elə fikirləşir ki, məndən Ömərin evlənməyi Muxtarın ondan soymağına səbəb olub. Nə vaxt görməyə getsəm məni də anlamağa başlayır. Bilirsən Ümrə, sən Muxtara ərə getdiyin gündən Ümmü Sabit bütün dünyanın qarğışını mənə eləyir. Qorxuram ki, axırda onun bu nifrin və qarğışları nəticəsində mənim tifağım dağılsın Ümrə, tifağım. Qorxma. Onun qarğışları işə yarasaydı, indiyə qədər Ümrəyi 7 kəfən geyindirmişdilər. Əlbəttə, Muxtar da düzgün iş tutmur. Ümmü Sabit onun həyat yoldaşıdır. Küfəyə tez-tez getsə yaxşı olar. Mən nə qədər desəm də onu razı sala bilmədim. Küfədən Sələfəqada qalmağa üstünlük verir. Muxtar həmişə Küfədən qaçmağa çalışıb. Küfə onun üçün acı xatirələrlə doludur. Ona görə də Ləfəqanı üstün tutur.
Ləfəqa, yəni Muxtarın eşqi. Yəni ömrə. İlahi, bu yemeğin savabından süfre sahibinin ölülerine de ver. Cennetin teyam ve içkilerinden ev yersine de kısmet ele. Sekavetiniz daimi, ahiret hayatınız hoşbəxt, ağzınız şirin olsun, hanımın canı sağ olsun. Allah kısmet eləsin, hamımız həc səfəri öncəsi beləcə süfrəyə yığışaq. Nuş olsun. İlahi nimetlerine göre, verdiğin ve vermediğine göre şükür olsun. İlahi, təqsirimizdən keç. Sen böyüksən, biz kiçik. Bura yığışanların kiçik ya böyük, az ya çok olan günahlarını özün bağışla. Dua və yalvarışlarından başqa nə işlə məşğulsan, Ömər? Müslüman kişi ve kadınlara hizmet eləyirəm. Bir məscid tikdirmişəm. Riyakarlıq olmasın diye adımı koymadım. Ən böyük günah zülmkarların köləsi olmaqdır. Zülmkar hakimin xidmətçisi olduğun müddətdə ilahinin sonsuz rəhmətindən məhrum qalacaqsan. Zülmkar hakim dediği de yəqin ki Muaviyyəni nəzərdə tutmursan. Heç olmasa bir gecə siyasətdən danışmasaz olmaz? Yox cariyəcan. Niyə yersiz təvəqqə eləyirsən ki? Bu döyüşçülərin adətidir. Qılıncları qınında qaldığı zaman dillərinin kəsəri ilə öldürməyə çalışırlar. Aferin hanım. Əhsən. İndi başa düşürəm hansı möcüzənin köməyi ilə qaynımın inatkar ruhu ləfəqada özünə yer edə bilmişdi. Elədiyini eləmisən xanım. Hay hay hay. Muxtar və onun kimləri qadınlara təslim olaraq bağ-bağçada gün keçirmək üçün doğulmamışdılar. Onların məskənatların belində, taxtacı isə döyüş meydanındadır. Doğrudan da bu qəzəbli şiri bağlamaq hünər tələb eləyir. Mənim də ara-sıra taleyin işlərinə gülməyim gəlir. Əgər ilahi hikmətdən xəbərdar olmasaydım, dərgahına şikayət eləyərdim. Gül Ömər, gül. Sənin gülüşlərin insanlara tənə eləmək üçündür. Allah istəsə, elə bu günlərdə əl ayağımdakı kəndirləri götürə bilər. Nəsə olub, Muxtar? Olacaq. Mütləq olacaq. Səhv eləmirəmsə, gözlədiyin fürsət anı gəlib çatıb. Bilirsən, mən sənin ürək sirlərinə hələ uşaqkən taxta qılınclarla padşah oynayarkən bələdidi Muxtar. Muaviyyənin nimdaşına tamah etməzsən, çünki Muaviyyə onu hələ öncədən gizli nəyinə biçmişdi. Bircə qalır xəlifə ordularından birinin başçısı və ya... Və ya İran məmləkətindəki böyük vilayətlərdən birinin hökümdarı. Düz tapmışam. Ömrə xanım, Ömərin nə haqqında danışdığını başa düşdünmü? Şeyxin sözləri öz yuxularının bənzəridir Muxtar. Rey mülkünə hakim olmaq onun ağlını başından aparıb. Cariyə, sən mənim sirrimi onlara demisən? Sən hansı sirdən danışırsan? Bütün aləm sənin rey hakim olmaq istəyindən xəbərdardır. Sənin keyfin niyə pozuldu xanım? Axı rey hakimiyyəti sənin sarayın olacaq. Bizim arzularımız sizin xoşbəxtliyinizdir. Əlbəttə. Sən əziyyət çəkmə cariyə.
Nə əziyyəti var bacı? Yemək xoşunuza gəldi mi? Allah artıq eləsin. Doğrudan da çox dadlı yemək idi. Uzun müddətdir ki, belə ləzzətli kabab yeməmişdim. Nuş olsun. Bu gece yediğin kebabın niye lezzetli olduğunu bilirsen. Müftə tikə yeməyin ləzzəti başqadır, qardaşım. Sen ki müfte yemek yemeye adet eləmsən iblis. Yediğin xörəyin lezzetli olmasının sebebi pak ve halal olmasına göreydi. Hiçbir karışığı yok idi. Zarafat edirsən? Zənnimcə heç ananın sənə verdiyi süd bu kebab kimi təmiz olmayıb. Deməli, nə bəxtəvər insanam ki, bu halal tikəyə görə qəbir sıxıntısından amanda qalacam. Bayaq dediyim Fürsət ana və İran vilayətinin hökümdarlığı nə demək idi? Yəni sizin heç nədən xəbəriniz yoxdur? Nədən xəbərim yoxdur ay alçaq? Bəsdir görün Muxtar, sən axmaq və səfehləri danışdırmağı çox yaxşı bacarırsan. Elə sən də təmiz insanlar kimi özünü aparmağı bacarırsan. Bu gecə sən bura hansı niyyətlə gəlmisən? Görəsən yenə beynindən daha nələr keçir? Sən yerə təzə xalı döşəmsən, biz də qonaqlığa və mübarək olsuna gəlmişik, məyər pis eləmişik? Əsl məqsədini de iblis. Muxtar, bu yeni evliliklə arzularına qovuşarsan, inan mənə. Təzə arvadının atası Nüman ibn Bəşirlə köhnə arvadının atası Səmərəd ibn Cündəb arasında yerlə göy qədər məsafə var. Bu dəfə kəndini kök və yağlı ovun boynuna keçirə bilibsən. Nüman xəlifəyə yaxındır. Hansı vilayətin hökümdarlığını istəsən, qızının ceyşi kimi sənə peşkəş eləyər. Nə qədər ki təndiri soymayıb köyəni yap. Nə baş verir? Mənim ağam, Kiyan təşrif buyurub. Kiyan? Gecənin bu vaxtı? Yaxşı, içəri dəvət elə. Dəvət elədim ağam. Amma gələ bilməyəcəyini söylədi. Xoş gəlmisən, əziz dostum. Kiyanın həsrətində olduğu şəxsə təşəkkürlər. Xoş gəlmisiniz, xanım. Çox sağ olun, qardaş. Ömər elə ki bığları ilə oynamağa başladı, deməli o qeyrətə gəlib. Hələ də Kiyana rəqib gözü ilə baxır. Onun bu xasiyyəti üçün ürəyim gedir. Özündən çıxma kişi. Sən İranı fəth eləyən sərkərdənin oğlusan. Bir İranlının adını eşitməklə pərişan olmaq sənə qətiyyən yaraşmaz. Mən bu sırtığın boş yerə gəlmədiyinə əminəm. Arxayın ola bilərsən, mənim dalımca gəlməyib. Xanım, Kiyan hələ də Muxtarla get-gəl eləyir. Get-gəl niyə şeyx? Kiyan və Muxtar bir-biri ilə dostdular. Bunların dostluğundan da heç baş açmaq olmur. Bu dostluq atası öldürülən iki şəxsin dostluğuna bənzəyir. Muxtarın atası İranlılarla döyüşdə həlak oldu. Ata qatili ilə necə sülh bağlamaq olar? Muxtar elə buna görə də qəribə insandı. Mən paxıl qadın olmasam da, amma ara sıra Muxtarın sahib olduqlarına paxıllığım tutur. Müaviyə öldü. Nə? Ciddi sözümdə Muxtar. Xəbər təzə çatıb. İndi xəlifə Yeziddir. İlahi sənə mənə. İnsan heç öz səhvindən ibrət götürməzmi?
Bu kadar əzazillikdən sonra qismətin kəfən olmadı mı? And olsun Allah'a bu dözülməzdi. Gəl içəri Kiyan. Yox, Muxtar. Şirin xanımla gəlmişəm. Qonağın olduğunu bilmirdim. İcazə ver biz elə buradan qaydaq. Mənə xəcalət vermək istəyirsən? Olmaya yenə məni sınaqdan keçirmək istəyirsən? Mənim muradımın sınağa ehtiyacı yoxdur. Qoy Şirin Ümrə xanımla söhbət eləsin. Mən də zərbi ilə dərdləşim. Bəli ağa. Mən pəhləvan Kiyanla, sənsə öz bacın əri Ömərlə söhbət elə. Buyurun Şirin xanım. Əgər bacım sizi acılamağa çalışsa, əhəmiyyət verməyin. Siz narahat olmayın Əbu İshak. Barmaqlarımı qulağıma qoyaram ki bir şey eşitməyim. Buyurun. Çağırılmamış qonaq istəməzsən Ümrə. Nə qonaq? Bu ev sənindir Şirin. Zərbi qonağınız olduğunu söylədi. Sən Allah bağışla, heç vaxtında gəlmədik. Bu nə sözdür bacı? Xoş gəlmisən. Yerikləmirsən Şirin. Yerikləməyi kənara qoy Ümrə. Mənə kömək elə. Təslimçi təbəssümdən artıq bezmişəm. Lal dinməz itaət eləməkdən usandım. Nə olub sənə qız? Bəlkə də ürəyimə şeytan daxil olub. Axı gecə vaxtı Kiyanın məni də götürüb Lefəqaya gəlməsinin səbəbi nədir? Olmaya cariyəyə görə gəlib. Tövbə elə qız. Cariyənin əri var, uşağı var. Kiyanın belə bir günaha girməsi imkansızdır. Sən keçmiş rəqibimi bu qonaqlığa dəvət etməklə bunu mənə əzab verməsini və bu gecə yediklərimin mənə haram olmasını öncədən düşünmüşdün. Eybi yox. Dəmir qapının da taxta qapı yaşı düşər. Səndən qonağına qarşı belə hörmətsizliyi heç gözləmirdim. Fikrini açıq söyləyə bilərsən? Elə danış ki, biz də bir şey başa düşək. Muxtar, Ömər iddia eləyir ki, sən Kiyanı bura qəsdən çağırmaqla onu təhqir eləmək istəmisən. Əgər doğrudan da bu belədirsə, and olsun Allaha səni bağışlamaram. Kafir hamının kafir olduğunu düşünər. Sən niyə şübhələnmirsən Ömrə? Şübhələnmək eyib deyil. İnsan şübhələri ilə yəqinə çatar. Kiyan illərlə eşitmək arzusunda olduğum bir xəbəri gətirib. İnanmıram Ömərin bu xəbəri eşitməyə hövsələsi çata. Müsəlmanların xəlifəsi olan Muaviyyə ömrünü sizə bağışladı. Bu Kiyanın bura gəlməsi üçün yetərli deyil. Aman Allahım! Ürəyin sakit oldu. Kiyanın gecə ikən bura gəlməsinin səbəbi xəlifənin ölümü imiş. Söz verirəm ki, cariyənin atmacaları qarşısında özümü itirməyəcəm. Dediklərin doğrudurmu Muxtar? Bəli Ömrə, doğrudur. Nəhayət əcəl canavarı ümmətin rəqibsiz xəlifəsini də öz caynağına keçirdi. Allah tərəfindən gəlmişik, ona tərəfdə qayıdacağıq. Kaş Muaviyyə Həsən ilə bağladığı sülhə sadiq qalaraq xilafəti sülalə hakimiyyətinə çevirməyəydi. Mərhum xəlifənin Allah xətrinə etdiyi xidmətin qarşısında etdiyi bu yanlış addım onun əməl dəftərində əsla gözə dəyməz. Muaviyyə bu təhlükə və pisliklərlə dolu olan diyar üçün az iş görməyib. Ərəb İraqında gördüyünüz bu əminamanlıq onun müdrik siyasətinin nəticəsidir. Mən öz gözlərimlə bir qoca qarının soyğuculardan qorxmadan həcc ziyarətinə getdiyini şahid olmuşam. Əgər müsəlmanların damarında biraz qeyrət qan axırsa, bu böyük müsibətə qan ağlamalıdırlar. Qalx gedək cariyə, qalx gedək və əynimizə matəm libası geyək. Gecənin bu vaxtı hara gedirsiniz şeyx? Səhərə qədər içimizi yeməkdənsə gecə geçək yaxşı olar.
Mən müsibət içində, Muxtar isə şadlıq. Bu halda bu gecəni bir damın altında necə keçirə bilərik ki? Demək mənim rəqibim sənsən. Sənin rəqiblərin ərəb sarayının məlikələridir, xanım. Mən sadə bir İranlının qızıyam. Sən heç vaxt günəş düşməyən yerə bənzəyirsən. Qanın rənginin necə olduğunu bilirsən? Sizin dediklərinizi anlamadım. Təbii ki anlamazsan, çünki sifətində qan əlaməti yoxdur, solğun qadın. Əgər ağ paltar geyinsəydin, qəbirdən qalxan ruha bənzəyərdin. Fitnəkar gəlinnənsə ruh olmaq daha yaxşıdır. Çox amansızsan, Muxtar. Mərdliyə yaraşan hərəkət deyil. Onlar qonağımız olduğu üçün hörmət eləməliydik. Sən bu çirkin davranışınla məni də xəcalətli etdin. Hansız çirkin davranış Ümrə? Dil yarası ilə onları yaralamadın mı? Kinayəli iynələrlə onları sancmadın mı? Bəs o necə qarşılamaq idi? Ah, məni utandırdın. Ömər Səd bu gecə qonaqlığa deyil, dəllallığa gəlmişdi. Bu gecə mənimlə atan arasında dəllallıq eləməyə gəlmişdi. Gəlmişdi ki, mənim qılığıma girməklə xəlifənin ən yaxın adamlarından birisi olan qaynatamın vasitəsilə qızına cehiz olaraq bir vilayətin hökmranlığını tələb eləyim. Hörmətsizlik deyilmi? Mənə, sənə. Belə bir iblislə necə davranmağımı istəyirsən? Yaltaqlanım? Əzilib büzülüm? Doğrudan belə bir təklifi var idi? Bəli. Çox həyasız və utanmaz bir sövdələşməyə gəlmişdi. Şübhəsiz, Rey hökumətini də dəllallığın müqabilində istəyəcəkdi. Arzusu ürəyində qaldı. Dəllallıq eləmək üçün xoşuz görmədi. Mən cariyənin sözlərinə inandığım üçün necə də sadəlöf olmuşam. Yəni təbrikə və barışığa gəlmək hamısı bəhanə imiş. And olsun Allaha. Əgər sənin xatirin olmasaydı, bu məl onu 15 ildir ki, canıma kabuslar saldığı və yuxumu mənə haram elədiyi üçün öldürərdim. O bir dəfə qarışqalar kimi imanımı çeynədi. Əli oğluna kömək eləməyimə imkan vermədi. 15 ildir ki, buna görə vicdan əzabı çəkirəm. Allah səhvimi düzəltməyi mənə nəsib eləsin. Yezidin meymunbazlığı İkinci dəfə Ələvi hakimiyyətini yaratmaq üçün yaxşı bəhanədir. Sabahdan Kufə döyüş meydan olacaq. Atanı kənara çəkilməyə razı salmalıyıq Ümrə. Razı olmasa necə? Üstünə qılınc çəkəcəksən? Mən neynəməliyəm ki? Bugün bir pozğun cavanın əyninə geydirdikləri həmin paltar Peyğəmbər əmanətidir. Mən ya kənara çəkilib hər gecə kabuslar içərisində qovrulmalı, ya da qılıncımı siyirib əyyaş Yezdə qarşı çıxmalıyam. Yezid tərəfdə olmaq rüsvayçılıqdır. Sənin atana bu yaraşmaz. Necə olursa olsun onu kafir və müşrikə xidmət eləməkdən çəkindirməliyik. Deyəsən bu meydanın qurbanı mənəm. Atam ya da ərim. İlahi, özün mənə yardım et. Kufə, 1000 qəbilə və 1000 sifətin olduğu şəhər.
Bu cür hay-həşir salıb oynamaq niyə lazımdır? Toy vaxtı yas halvası paylamayacağıq ki. Bu toy xəlifənin ölümünə hörmətsizlikdir. Xəlifə ölüb, ölsün də. Hər adam bir gün öləcək. Hər adama görə yas saxlayacağıq. Çalıb oynamaq, insanların mərhum xəlifəyə yas tutduqları bir vaxtda bilərəkdən çalıb oynayırlar ki, xəlifənin matəminə hörmətsizlik eləsinlər. Toyu yasa çevirin, tez olun! Düz deyirsən, ona bax. Gör necə yalandan ağlayırlar. Kafi, mənim atamın müsibətinə gülürsən? İndi sənə göstərərəm özgəsinin yasına gülmək nə deməkdir? Müqəddəs Quran buyurur, kiməsə müsibət üz verərsə, Allah tərəfindən gəlmişik, ona tərəfdə qaydacıyıq söyləsin. Bura yığışmağımızın səbəbi təsəlli və əzadarlıqdır. Bildiyiniz kimi ilahi vəhyin yazılarından biri möminlərin xəlifəsi, müsəlmanların xidmətçisi, dinə kömək edən, şahların fəxri, Rum ölkəsi və Güstaniyə şəhərini, Nil vilayətinin fatihi, Fironların ehramlarını dağıdan, Allah ondan razı olsun, rəhmətlik Muaviyə İbn Əbu Süfyan ölüm şərbəti içərək əbədi dünyaya tələsdi. Allahın rəhmətinə qovuşdu. Bədbəxt oldu! Bədbəxt oldu! Biçare qaldı! Biçare qaldı! Dinin qoruyucusu öldü! Dinin qoruyucusu! Dinə nicat verən öldü! Dinə nicat verən öldü! Müqəddəs Quranımız buyurur, Allaha, onun peyğəmbərinə və əmr sahiblərinə itaət eləyin. Allahın bizə itaətini əmr elədiyi əmr sahibləri kimlərdir? Kim? Dünənə qədər dilimizin qısa olmasının səbəbi Muaviyyənin din pərdəsi altında gizlənməsi idi. Din hökmlərinə bağlı olduğunu və peyğəmbərin göstərişləri əsasında əməl elədiyini söyləyirdi. Siyasət və fərasəti nəticəsində Ələviləri ətrafındakı şiələrlə birgə çox sıxdılar. Nəticədə şiələrin avamları hilə ilə razı salındı. Alimləri isə əlacsız qalıb evdə oturmağa məcbur oldular. Muaviyyəni elədiklərinə görə Allah özü mühakimə eləyəcək. İndi dilimiz uzun və sübutlarımız kəsici olduğu halda bizim sahibimiz Yezid mi olacaq? Qumar oynayan, şərab içən haramzadə Yezid mi? Namazı oyuncağa çevirən, oruç tutmayan Yezid mi? Bütün gününü Ebu Qubeys adlı meymunu ilə keçirən Yezid mi? Bildiyiniz kimi rəhmətli xəlifə həyatda olarkən dinimizin təhlükəsizliyini, fəth edilən məmləkətlərin əmin-amanlığını, bütün tabi ölkələrdə firavanlığı təmin etməyi, mövcud din və təriqət mübahisələrinə son qoymağı düşünərək, sizin qəlbinizin rahat olması məqsədi ilə rəhmətli xəlifəniz Muaviyə İbn Əbu Süfyan təmiz ürəkli,
son dərəcə tərbiyəli, mülayim təbiətli, incə qəlbli bir evlad qoyub getmişdir. İndi mən, yəni Kufə hökmdarı Numan İbn Bəşir Ənsari diqqətinizə çatdırıram ki, bundan sonra sizin xəlifəniz Həzrəti Yezid İbn Maviyə İbn Əbu Süfyandır. Yezid layiqli varis. Yezid layiqli varis. Yezid ümmət dayağı. Yezid ümmət dayağı. Yezid dinin fəxridir. Yezid dinin fəxridir. Yezid İslam rəhbəri. Yezid İslam rəhbəri. Yezid Əhməd aşiqi. Fərz eləyək ki, Yezid haqqında deyilənlərin hamısı cəfəngiyatdır. Onu istəməyənlərin iftirasıdır. Bəs Maviyə ilə İmam Həsənin sülhü necə olsun? Məyər sülh öhdəçiliyinə görə xilafət irsi olmamalı və müsəlmanların xəlifəsi keçmiş xəlifələrin qaydasına uyğun olaraq şura yolu ilə seçilməli deyildimi? Bu mayası bilinməz cavan, hətta Maviyənin kəfəninin qurumasını gözləmədi. Dişlərini qıcıtmağa başladı. Mədinə hakiminə görün nə yazdı? Ya Hüseyin İbn Əlidən beyyət al, ya da onun boynunu vur. Sən xoş gün görməyəsən. Belə də rüsvayçılıq olar. Hələ yerini bərk gitməmiş. Peyğəmbər əhli beytini öldürməyə qalxdı. Açıq aşkar Peyğəmbər evladının ölüm hökmünü verdi. Maviyə Həsəni zəhərləyəndən sonra bunu boynuna almayaraq suçu məlun cadənin boynuna attı. Hətta sonra özü də bu qadını pislərin pisi adlandırdı. Hər halda siz Kufə şəhərində Əli ardıcıllarının rəhbərləri hesab edilirsiniz. Xəbəriniz olsun ki, Hüseyin İbn Əli Yezidə beyyət eləməkdən imtina eləyib, gecə ikən Mədinəni tərk edib Məkkəyə gedərək Kəbədə etiqaf əyləşib. Mən sizin yaranızı nə təzələmək, nə də məlhəm qoymaq istəmirəm. Amma neyniyim ki, Əliyə və onun evladlarına qarşı göstərdiyimiz vəfasızlığı gizlətmək mümkün deyil. Əlinin başının yarılması və Həsənin zəhərlənməsi bizim günahımızdandır. İndi mən bu günahımızı yumaq fikrindəyəm. Mən Süleyman İbni Surət Xuzai Hüseyin İbni Əliyə məktub yazaraq onu Kufiyə dəvət eləyib onunla beyyət eləmək fikrindəyəm. Əgər mənimlə həm fikirsizsə və eyni əqidədəsizsə o zaman Bismillah. Bu məktubu möhürləyin. Muxtar, Bəli, şeyx. məktubu möhürləmirsən? Nə üçün çağırıldığımı bilmirdim. Möhrü özümlə götürməmişəm. Hamı imzaladıqdan sonra məktubu evə göndərərsiz, möhür vuraram. Bizim əməlimiz ürəyincədir. Mən bir əskərəm, şeyx. Qılıncımı Əli övladını müdafiə eləmək üçün itiləmişəm.
İbn Reis. Xidmətinizdəyim ya əmir. Demək belə, duyuq salmadan Muxtarı addım-battım izləyin. Muxtarın Küfədə haralara getdiyini və kimlərlə görüşdüyünü bilmək istəyirəm. Arxayın ola bilərsiniz. Sarıkök satıram, sarıkök. İyi ve eti güzel edviyat satıram. İştaha getiren tarçın. Bedenin dermanı ve iştaha getiren edviyat satıram. İyi ve eti güzel edviyat satıram. İştaha getiren tarçın satıram. Və aleyküməssalam xanım. Nə əleyk? Niyə mənim düşüncələrimə hörmətsizlik eləyirsən? Ləfəqədə günün xoş keçir. Daha bizim də insan olduğumuzu, ürək gəzdirdiyimizi tamam unutmusan. İndi də yaraq yasaq taxıb Küfəyə gələrək Küfə rəhbərləri ilə görüşəndən sonra nəhayət yazığın gəldiyi üçün bizə də baş çəkmisən ki, insanlar Muxtarın arvadları arasında fərq qoyduğunu düşünməsinlər. Yəqin Süleymanın evinə Müaviyyənin ölümünü bayram eləməyə gəlmisən. Xeyr xanım. Bir insanın və hətta düşmənin ölümünə sevinmək yaxşı iş deyil. Muaviyyənin varisi Yezid lənətullaha qarşı qiyam bayrağı qaldırmağa çağırılmışdıq. Bəs bizim payımız necə olsun? Sən xoş üz göstərsən, daha çox pay alarsan. Ümrə gələndə düşünürdüm ki, Əməvi valisinin qızı gələndən sonra Muxtarın Ələvi oyunlarına mane olacaq. Amma mən necə də sadə löf olmuşam. Sənin Ümeyyə övladları ilə düşmənçiliyin axırda bizi məhv eləyəcək. Ata, gözətçilər. Gözətçilər? Onları Küfə əmri göndərib. Buyur, bu da Başılovlu qasidimiz. Düşünürdün ki, Numanın kürəkəni olduğuna görə xəyanətinə göz yumub Küfə şiələri ilə xəlifə əleyhinə qalxmağına icazə verəcəklər? İndi get qaynatana de ki, onun qızı üçün evində yaxşı şərait düzəltmisən. Mən Yezidin təyin etdiyi hakiməm Muxtar. Hüseyni dəstəkləmək, Yezidə qarşı çıxmaq deməkdir. Yezidə qarşı çıxmaq, yəni döyüş şeypuru çalmaq, yəni mənə qarşı çıxmaq deməkdir. Siz ənsarlı bir döyüşçü olduğunuz halda niyə özünüzü Yezidin cinayətində şərik bilirsiniz? Sizi and verirəm Allaha. Siz Yezidi həqiqətən Peyğəmbərin canişini hesab edirsiniz? Bəs onda niyə hökumətin Peyğəmbər və evladlarına məxsus olduğunu düşünürsən? Niyə hakimiyyətin Peyğəmbər mirası olduğunu düşünürsən? Peyğəmbər hakim deyildi Muxtar. O Allahın elçisi idi. Hakimiyyət ilə Allahın elçisi olmaq arasında yerdən göyə qədər fasilə var. Görəsən Peyğəmbərin sünnəti onun mirasıdır yoxsa yox? Görəsən xəlifə Peyğəmbər sünnətinə əməl eləməlidir yoxsa yox? Sizin fikrinizcə müsəlman olmayan şəxslər müsəlmanların xəlifəsi ola bilərmi? Pənah aparıram Allaha. Sən və dostların xəlifənin kafir olması haqqında fətva vermisiniz. Tövbə edin. Siz əgər Peyğəmbərdən dəm vurursunuzsa, o zaman niyə Peyğəmbər sünnətinə əməl eləmirsiniz? Peyğəmbər Yezidin babasına qarşı necə davrandı? Əbu Süfyan Məkkə fəth ediləndən sonra qorxusundan İslamı qəbul elədi və şəhadətini oxudu. Peyğəmbər onunla döyüşdü. Bəlkə ona kafir gözü ilə baxdı. Sən bura gəlmisən ki, sözlərinlə mənim vəzifəmi icra eləməyimə mane olasan? Mən siz çağırdığınız üçün bura gəlmişəm. Muxtar, görürəm əhl-i beytə görə çox narahatsan. Onda özünü kənara çək. Kufədə, Süleymanın evində Hüseyin üçün yazılan məktub onun qətl fərmanıdır. Məktuba imza atmamaqla yaxşı iş görübsən. Hər kim həmin məktubu möhürləyibsə, əlini Peyğəmbər evladının qanına bulaşdırıb. Hüseyin gündə bir fikrə düşən Küfə əhalisinin yanına gəlməkdənsə, Kəbə evində qalsa yaxşıdır. Özün bilərsən, əgər Süleyman kimlərin tərəfində olsan, deməli mənə qarşı çıxmısan. Gedə bilərsən. Mən də Hüseynin Küfəyə dəvət edilməsinə qarşıyam.
Amma mən Hüseyn ilə eyni fikirdəyəm. Yezid ilə beyyət haramdır. Biçare qızım Ümrə, necə oldu ki, belə bir dikbaşa könül verdin?